Mən bəzən belə maraqlı açıqlamalar edəndə bir də görürsən mənə də yazırlar ki, Sara xanım yalan deyirsiz. Yox belə ola bilməz, elə ola bilməz. Amma olur da. Demək olar ki, mən mərkəzdə yaşayıram. Bizim ətrafda olan marketlər çox böyükdür də. Bir market var ki, ümumiyyətlə mən bəzən ora gedirəm, 1 saatdan sonra çıxıram da o marketdən. Maşallah, dünyanın bütün naz-neməti orada var. Təbii ki, pulun olandan sonra hər şey var da. Mən bir naziri görmüşdüm, bu günlərdə bir naziri də gördüm. Kişi yəqin bu aralarda, bu yaxınlarda yaşayır. Gülməyin mənə. Göyçay pendiri aldı. Endirimdə olan toyuq içalatı olmur. 3 manat neçədən enib? 2 manat 19 qəpikdir ya 45 qəpik. 1 kilo ondan aldı. Bir yarım kilo göyçay pendiri aldı. Bir də nə aldı? Fikirləşirəm. Süd məmulatları olan yerə getdi. Orada da qatıq aldı. Səhv etmirəmsə, endirimdə olan Milla qatığı aldı. Bu nazirləri görəndə şok yaşıram. Pulları qurtardı bunların. Yəni belə pulun içində belə batan, itən bu nazirlər toyuğun içalatına belə qalır. 2 manat neçə qəpiklik. Bilmirəm, az qaldım yaxınlaşım kassada. Onların pulunu mən ödəyim. Səmimi deyirəm ha, yalan demirəm. İnanın ki, görürəm şok yaşayıram. Mən şok yaşayıram son vaxtlar ki, deyirəm bəlkə kassaya, az qaldım, inanın ki, yüyürə gedim kassaya, o kişinin, o nazirin pulunu mən ödəyim. Səmiyyətimə inanın, yalan demirəm, nə deyirəm, düz deyirəm.